Sən özünü həqiqətən sevirsənmi? Çox maraqlı bir sualdır. Bəziləriniz deyəcək ki, hə, mən özümü sevirəm. Amma bəziləriniz deyəcək ki, bilmirəm. Bəzilərimiz də yox deyəcək. Bəs niyə özümüzü sevmirik? Niyə özümüzü sevə bilmirik? Çünki bizə uşaqlıqdan həmişə dedilər ki, başqasını sev, ananı sev, atanı sev, düşmənini, hətta düşmənini də sev. Bir nəfər çıxıb demədi ki, özünü də sev. Və bu bizdə nə yaratdı? Özümüzü sevməmək. Bəs özünü sevməyən insan başqasını necə sevə bilər? Niyə bu qədər çətindir? Maraqlı sualdır. Niyə bu qədər çətindir? Çünki heç kəs demədi ki, sən özün özünə kifayətsən. Həmişə həyatımızda nələrsə yaşadıq, bəlkə bəzilərimizin təcrübələri oldu. Bəlkə mükəmməl ola bilmədiyimiz dönəmdə kimsə gəlib bizə dedi ki, sən mükəmməl deyildin, sən kifayət deyilsən. Bu cümlə bizim şuuraltımıza getdi və biz düşündük ki, mən kifayət deyiləm, amma halbuki sən özün özünə kifayətsən. Səhvlərinlə də sən özün özünə kifayətsən. Sadəcə özünü qucaqla, özünü sev. Bilirəm, çətindir. Amma bəzən buna ehtiyacımız var. Bəs özünü sevmək nə deməkdir? Özünü sevmək, özünü mükəmməl saymaq deyil. Səhvlərinlə özünü bütöv hiss eləməkdir. Bir səhər yuxudan dur və səhər yuxudan duranda sadəcə şükür elə. Ayağa qalxdığın üçün şükür elə. Çöldə kiminsə səsini eşitdiyin üçün şükür elə. Şükür de. Çünki çox kiçik bir şey əsl sevgini, içindəki əsl işığı sənə göstərəcək. Və empatiya qurmağa çalış insanlarla. Və sadəcə özün özünə təşəkkür edə. Yatmamışdan qabaq bir də yuxudan duranda sağ ol denən özünə. Mükəmməl olmağa çalışma. Bacardığını elə. Axına gir. Axının özü ol. Və sevginin özü olmağa çalış. Çünki sən sevginin özüsən. Özünü sev. Bu gecə, bu videodan sonra sadəcə özünü qucaqla. Təşəkkür edə. Bəlkə də bu video sənə kömək oldu. Bu videonu sizlər üçün çəkdim. Bu videoda qarşıma elə belə çıxmadı. Bir mənası var idi. Gələn görüşlərə.